Qadınlar indi paltar yumurlar, paltar yuyan maşın yuyur. Doğrudanmı vaxtının çoxsunu indi uşağına əsirləyir? Instagramdan asılır. Örnəkləri az deyil. Məcnun deyilsənsə, sənin gözündə Leyla sadəcə qara bir qızdır. Bu qədər adamları oxutdururuq, amma həqiqətin marağında olan adam mən demək olar ki, rast gəlmirəm. Hamı ona görə təhsil alır ki, diplom alıb yaxşı para qazansın. Həqiqətdə marağı olan adamlar çox-çox azdır. Özünə dəyər ver, o belə yaxşı görünə bilən zəhərdir əslində. Narsisizm zəhəridir. Normal həyatda hansısa bir uşaq atası ona iPhone almadı deyə intihar da eləyə bilər. O qədər dəyərlidir ki, onu özünü göstərmək. Amma müharibənin içindən keçən adam bilir ki, anası, atası yanında varsa bundan böyük nemət ola bilməz. Uşağına xidmət eləyə-eləyə rəzil ola bilər kişi. Mən uşağım üçün bunu eləyirəm. Rüşvətxor da onu deyir. Balalarım acından ölər mənim. Şərəfin birinci olmalıdır. Sənin uşağın yarajla böyüsə, o qarşısında şərəfli ata görməlidir. Orta, marjinal insan, o rahat yaşamaq istəyir. Onun üçün fərqi yoxdur vətən, onun üçün fərqi yoxdur millət, öz dünyası. Amma bizim ortaq öz dünyamızdır, bu Azərbaycan öz dünyamızdır. Bizim identikliyimizdir. Biz öz dünyamızı itirsək, yaşaya bilmərik. O bizdən çox dəyərlidir. Cəmaatın hamısından oyaq olmağı gözləmək doğru deyil, olmur da. İnsanların çoxsu yemək içmək üçün yaşayarlar, buzdolabı üçün yaşayarlar. Onlar yalnız böyük təhlükə qarşısında toparlanarlar. Həqiqəti yaşamaq lazımdır. Həqiqət teorik öyrəniləmir. Əgər həqiqət teorik öyrənilsəydi, insanlar Quranı əzbərləyib hər şeyə çatardılar. İncili əzbərləyib hər şeyi anlayardılar. Yalan bir fikrə düşməkdə xəta yoxdur. Sən öyrənirsən. Amma onu bir müddət müşahidə edəsən gərək ki, bu pis bir yoldur və ondan çəkinəsən, bəs doğru yol nədir?